Hörmətli xanımlar və cənablar, əziz dostlar, bugün ölkəmizin tarixində çox gözəl, əlamətdar bir gündür. Biz Milli Olimpiya Komitəsinin 20 illik yubileyini bugün qeyd edirik. Bizimlə bərabər bu bayramı qeyd etmək üçün gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram. Azərbaycan Beynəlxalq və Avropa Olimpiya Komitələrinin fəal üzvüdür. Azərbaycan artıq idman dövlətidir və bizim uğurlarımız beynəlxalq idman qurumları tərəfindən qiymətləndirilir və idmanın, olimpiya hərəkatının inkişafına verilən beynəlxalq dəstək və qiymət çox yüksək səviyyədədir. Ölkəmizdə beynəlxalq olimpiya federasiyalarının dəstəyi ilə çoxsaylı idman yarışları keçirilmişdir. O cümlədən Avropa və dünya çempionatları, həm olimpiya, eyni zamanda qeyri-olimpiya idman növləri üzrə bu çempionatlar keçirilmişdir və sentyabr-oktyabr aylarında ilk dəfə olaraq futbol üzrə 17 yaşına qədər qadınlar arasında dünya birinciliyi Bakıda, Azərbaycanda keçirilmişdir. Çox yüksək səviyyədə və bu deyə bilərəm ki, təcrübə bizə imkan verəcək ki, gələcəkdə bundan da böyük beynəlxalq yarışlara ev sahibliyi edək.